Müasir futbolda 3 dənə müdafiəçi var, 3-ü də Arsenalda oynayır. Medina 32 yaşı var. Kağız üstündə. Bir 3-4-3 danışır. Marquinhos qocalır deyə onlara yeni bir nəfəs lazımdır. Lecce. Gemine razıdır. Hücum var Qarabağda da. Bas geçsin də. Yoksa baş çıxmır. Cındınız adam mı? Yoxla. Şey Pedro, yox. Bu çocuğu qoyda belə. Adedi. Oy, belə qəşəng. Oxu orada Şəhriyar pik şair. bilirəm. Azərbaycan ədəbiyyatının bir nömrəsidir Şəhər vurğundan sonra. Zərbəs deyil. Səncə bir nömrə Şəhriyardır? Əlişir Nəvaidir bir nömrə. Müasir. Müasir da bu. Hə, Müasir. Belə Füzuli demək olar amma. İkinci yerdə də Şəhriyardır bura. Şeirdir, Şəhriyarın şeirlərində şəmşir. Kim deyər, mən belə bir şeir ilə davaya gəlim. Sən bunu bilməsən, bu birinci Şəhriyarın şeiridir. Bu birincidir, mən ikinci Şəhriyarın şeylərini bilirəm. Birinci Şəhriyardan bir dənə də sitat gətirə bilərsən. Əlbəttə. Hə. Sən yarımın qasidisən. Əyləşsən çay demişəm. Amma biz də bilirik qardaşım. Necə süvünə? Getmə tərsa balası, mən də sənə daya gəlim, əl qatanda sənə məşrutə tamaşaya gəlim. Daya gəlim. Sən deyirsən qonaq çağırmaq istəyir. Yox, daya elə bilirəm. Axırı necə yaxşı qurtarmır o. Yazarıma deyir. Axırda şey deyir də, Məhsəti Gəncəvin şeyləri. Xristian olsan deyir, mən də xristian olacağam da, Licbe evlənək. Ora bağlayır Şəhriyar. Şəhriyar ümumiyyətcə belə romantik şair olub. Baz şair olub, romantik olub, depressiv olub, hər şey olub. Şair belə olmalıdır. 100% də. Baz deyəndə Muxa güldü. Muxa. Muxa qımışır. Bu dəqiqə Lizanın kadrları dönür bu orada. Xoş gəlmisiniz bu bizə olan mübarək bazlığına. Bəli. Deməli, biz keçən həftə Samir burada olanda şey danışdıq. Haaland 100 gol vurdu, onun Premier Liga söhbətlərini elədik. İzləyicilər də onsuz tez-tez yazırlar Mbappe'dən danışaq. Düzdür, mən Mbappe'nin bu veriliş La Liga forvardlarını müqayisə eləməyəcəm. Mbappe bu 2025-ci ildə 59 oyuna 59 gol, 6 assist vurub. Və 2013-cü ildə CR7-ın statistikası ilə belə bir müqayisə aparıblar ki, 2013-də də Ronaldo 50 oyuna 59 gol, 14 assist vurub. Mən bu ikisini müqayisə eləmirəm. O ayrı-ayrı söhbətlərdir. Mənim sualım nədən ibarət? Bu yeni Real Madriddə 3-cü Galaktikos demək olar da. Başdan saymasaq hə. Hə. 3-cü Galaktikos dövründə ən yaxşı 3 futbolçu kimdir? Yəni ilk top 3 kimdir? 3-cü Galaktikosdan 0 Xavi Alonso. Yox. Son 2 il deyirsən. Ronaldolar falan getdi, Benzemalar getdi o periodda. Məsəl üçün Jude gəldi, Vini düzdür biraz köhnə bakaleyindir, köhnədən var amma belə də. Onda da Vini Ronaldo'nun yox idi də. Yoxsa var idi. Ronaldo'dan sonra 2018-də vardı. Qəbəldə Ronaldo'dan sonra 2 Galaktikos. Çünki kral oydu da o Galaktikos. Kral yox, Sima oydu. Mbappe 100% var. Biri odur, biri Jude'dur. Şey kimi deyirəm, 1 2 3 kimi deyirəm. Mbappe. Yəni Modric, Kroos'u biz saymırıq. Yola saymırıq, köhnə tərəfdən. İkinci Galaktikos'un parçalarıdır. Arda Güler. İlk üçdə var səncə? Arda onda bu Galaktikos deyil ki. Nəyin Galaktikos? Bu Real Madrid nəyin Galaktikosdur bura? İndi ən güclü heyətlərdən biri olardı. Bax, öz Pakaleyasının ən yaxşı hücumçusu Mbappe'dir. Keçən verilişlər. Mbappe burdadır. Okay. Ən yaxşı müdafiəçi Realda. Məsəl üçün onu dedim də müdafiə. Müdafiə tərəfi ən yaxşı yarım müdafiəçi Realda oynamır. Aktiv ən yaxşı 2 qapıçıdan biri hal-hazırda Real. O hə, orada. Realda ancaq belədir. Arxadan qabağa. Pas. Orta deyim. Courtois, Mbappe. Öz nəslinin ən potensiallı yarım müdafiəçisi deyə bilərik məncə Arda Gülerə. O Realdadır. Mastanto. Yoxdur, yəni ən potensialı da biri, amma biri də o ən yoxdur, yəni ən dediyim məsəl üçün ən potensialı 5-dən biri deyərsən Arda Gülerə. Mən deyə bilərəm. Hə. Nə demirsən ki? Onun səncə ildəndir bax. Çerki. Hə, Çerki var 100%. Palmer. Bəli. Pedri. Pedri onlardan böyük olur məncə. Onlardan böyükdür. Hə, Mastanto var onların yaşında. Mastanto demirəm də, Mastanto nə oynayır? Gavi onlardan yaşı olur. Gavi yox, Gavi mən potensialını saymıram. Gavi orta bab futbolçudur mənə görə. O proqnozu mən çoxdan vermişdim. Onu tərifləyəndə bir ara Gavi sevdası var idi bütün dünyada. Ay, Gavi Iniesta gəlir zaten. Top 5-ə Arda Güler'i salmaq olar. Bax, bu Firmino Lopez'in yaşı var amma çox güclü oyuncudur. Firmino Lopez çox xoşuma gəlir mənim. Wirtz. Wirtz. Musiala. Yox, top 5-də yoxdur. Bağışda Güler. Oynamır da bu illəri. İndi bu il oynamır da, okey də. Okey. Bu Galaktikos deyil bura, xahiş edirəm.
Yaxşı, Galaktik indiki amma ən yaxşı. Soğanı s**timi? Hə, qoydun. Bir dənə burasını kəsək. Amma məsəl üçün hazırki Real Madriddə ən yaxşı deyək də. Mbappe? Mbappe, Jude, Vini'dir də, belə deyək. Harda? Yox. Zasluqalara görə hə, Vini əlbəttə ki olmalıdır. Jude, Adam yəni ən azından Mbappe, Deyin. Courtois və Carvajal biraz. Carvajal'ı niyə unutduruq biz? Yox, Carvajal deyirəm də, o köhnə Galaktikos'un parçası, o köhnə Okay. gəmid. Okay. Deyin. Vini dedim də. Yox, Vini qoy onu gülləri salaq da. Özümüzkü Onu da də. güllər olsun da, özümüzki olsun da. Bəs yaxşı, belə bir sual. Real Madrid tarixinin ən yaxşı 3 hücum futbolçusundan biridir sizcə Mbappe? Yəni tək 9 nömrədən söhbət getmir. O ofansif winger. Ronaldo, Benzema. Samirə görə Raul. Yəni hamıya görə Raul zarafat. Yəni Raul o tarixə imzasını vurub. Amma futbolçu kimi Mbappe daha güclüdür. Ben razıyım əlbəttə. 100%. bro. Karim Benzema'dan da məncə. Biz köhnə şeylərə geçsək, Amancio falan, yəni Yo, görməmişəm, bilmirəm. Bir Yəni dənə bir söz deyim. statistikanı bilirəm ancaq. Öz izlədiyimiz dönəmi nəzərdə tutaq. Mbappe bu il Ronaldo'nun da zaten hamısının keçdi. Ronaldo, Henry'nin zaten hamısının keçdi şeydə. Fransız gol vuranların arasında. Teo statistikada deyənləri. Məncə Ronaldo nömrə 1-dir. Yəni biz obyektiv götürsək ki, yəni bu Aha, futbolçu olaraq ən yaxşıdır. Yəni icon söhbəti qoyuram kənara. Burada Raul da var. Burada məsəl üçün nə bilim biz o vaxtda Di Stefano sala bilərik. Ronaldo, Cristiano əlbəttə ki. Amma sırf belə futbolçu olaraq Ronaldo nömrə 1-dir Realda. Ən güclü futbolçu olaraq hücumda. İkincidə mən yəni Benzema'nın Bəli. son 3-4 mövsümünü, yəni o dərəcədə fantastik 3-4 mövsüm idi ki, yəni Əlbəttə, adam əlbəttə. Amma bilmirəm. Yəni Benzema'nın qızıl topu o toplardandır ki, o qızıl topların şübhə altında deyildi. əlbəttə. Yəni Ronaldo və Messi'dən xaric, düzdür, onların da şübhəli topları vardı, amma onların bir ən azından hərəsində 3 dənə elə qızıl topu var ki, yəni garantidir. Yəni bu əyninədir, olmalıdır. Və onundur. Onundur, apar evə qoy. Heç bir şey demir. Onlardan xaric Benzema'nın topu şübhəsizdir. Kaka'nın topu şübhəsizdir. Ronaldinho prosta almalıydı ya 2005-də ya bir mövsüm 2006-da. əvvəl verməliydi. Bir mövsüm əvvəl vermə. Orada brilliant top almışdı da. Bir mövsüm əvvəl versədə, amma Ronaldinho da haqqınadır da, yəni. Çünki Ronaldinho 2005'te Kaka Nedved'e kim vermişler? 2005'te. yox, 2005-də Ronaldinho verdilər də. 6. Yok 5. 2006-da Cannavaro oldu. Cannavaro. Top Ronaldinho 2006-da almalıdı, 2005-də yox. Ha, bir il 2006-da sonra. Ronaldinho almalı. Niye 5-6 sezonda olan neylemişler? Aa çempion olmuşlar. Çempion liqasında olmuşlar, çempion olmuşlar. Ha Braziliya heç. Yəni Braziliyada heç nə eləmədi. Verdilər Cannavaro gəl apar. Yəni orada ya Zidane almalıydı, ya Henry almalıydı, ya Ronaldinho almalıydı. Bu 3 nəfərdən biri. Əgər dünya çempionatında söhbət gedirsə Zidane götürməlidir. Əgər biz klub futbolundan danışırıqsa Henry və Ronaldinho. Okay, Ronaldinho burada gedir çünki hələ Braziliyanın Allah bir dəfə də Zaşnika versinlər də sən əhtara həmişə. Yaxşı da Cannavaro yox da brat da. Sən də bilirsən, mən də bilirəm. Həmin Cannavaro o çempionatın deyil. Grosso'ya versinlər. İstəyim. Потом выясним. Grosso'ya versinlər. Cannavaro yox. Zakkardır. Yəni yenə də mən deyirəm də 7 oyuna görə qızıl top. Bəli, elə elədi. Biri var hə, misal üçün hansısa hücumçu ilə bu keçərlidir də biraz. Cannavaro da keçərli olardı. Əgər Cannavaro yaxşı sezon keçirsəydi. Yox, Cannavaro Juventus yaxşı sezon keçirməmişlər. Həm Juventus həm də yarısı Realda oynayırdı ujada. Yox. Yoxsa Reala keçdi. Yox, düşdülər ikinci liqa getdilər. Hə, düşdülər ikinci getdi Reala. Yəni yaxşı mövsüm deyildi Cannavaro'nun. Ona görə deyirəm ki, Cannavaro yəni heç kəs Cannavaro haqqında danışmırdı ümumiyyətlə bu qızıl topa qədər də. Realdan Cannavaro'ya zor keçdi. Hə. Və mən ona gətirəm. Ona görə Benzema'nı istedad baxımından Raul ilə mən bir yerə qoyuram. Amma sən bilirsən. Məsələn Ronaldo, Benzema, Raul. Raul 2-dədir, 3-də. Raul 2-də, 3-cü Benzema. Hə. Onda Mbappe ilə Mbappe 4-dədir. 3-ə də bir namizəd. Qalxa bilər də Mbappe. Yəni belə davam eləsə, Mbappe qalxa bilər. Çünki eynisini məsəl üçün Ronaldo Nazario eləmişdi. Yəni baxmayaraq ki, artıq çəki ilə gəlmişdi falan, amma Ronaldo səpəmsə 100 oyuna 98 gol zat vurmuşdu. Belə bir şey vardı, o statistikası Realda. Yəni gol vurmaq hər şey demək deyil. Ronaldo heç nə vermədi Reala. Çünki Real özü pis vəziyyətdə idi. Okay, onu qoyuram kənara. Mbappe nəsə versə, Raul kimi, Benzema kimi, Cristiano Ronaldo kimi nəsə versə,
Necə qazansın, hə. Mbappəni biz sala bilərik. Və hələ ki misal üçün əgər biz Mbappé ora düşmürsə, mən ora asanlıqla məsələn hücumçulardan söhbət gedirsə, ya Bale-i, ya Di Maria'nı rahat sala bilərəm. Di Maria 100%. Ya bu iki nəfər, Gareth Bale. Amma üçlükdən söhbət gedirsə, əlbəttə ki, mənim üçün Ronaldo, Raul Benzema. Ronaldo, Raul Benzema. Okay. Mənim əlavən yoxsa mən bir dənə o Ballon d'Or söhbətinə qayıtmaq istəyirəm. Mən də ona Cannavaro baxdım. Bir dənə what if Cannavaro ilə bağlı sual. Əgər 2006 finalında yox, qoy məğlub olsun. Yəni penallarda məğlub olsun və s. Zinəddin Zidan kəllə vurub o şəkildə qırmızı alıb meydandan qovulmasaydı, yenə Ballon d'Or verərdilər ona. Məğlub olduğu halda. Yox, məğlub olduğu halda verməyəcəklər. Məsəl üçün möhtəşəm performans, oyun gedir uzatmalara, penallarda İtaliya uduzur, amma elə bir Zinəddin Zidan qırmızı kart momentini çıxarır. İtaliyadan birinə qızıl top verməyin şeyi var idi. O mənası nə idi? İtaliya 7 oyun, indi biz 7 oyun deyirik, amma dünya çempionatında 7-də oyun finala qədər gəlib qol buraxmamışdı. Bir dənə qol Zaccardo'nun avtogolu idi, füso. Finalda Zidane. Bir də finalda Zidane penal vurdu. Yəni 2 dənə qol buraxdı Buffon və məsəl üçün Buffona vermək olardı. Hə, mən də ora həmin çempionatda ki, hər şeyi o eləmişdi. Bu dünya çempionatının gedişatında brat. İndi sən çox balaca idin o vaxtda. Sənin yadından mən yadıma. Kimsə ümumiyyətlə Cannavaro haqqında danışırdı. Brat, Grosso'dan danışırdılar, Materazzi'dən danışırdılar, amma Inzaghi'dən danışırdılar. Materazzi girdi, oyun xilas elədi ona görə. Yəni Buffon heç də Buffon özündə, Totti öz yerində. Hamı bunlardan danışırdı. Toni öz yerində. Birdən Allah Yakin haqqında danışırdılar brat. Və birdən bir Cannavaro. Mənə elə bir sənə elə gəldi. Elə gəldi ki, yəni orada prosta Cannavaro Real'a keçdi deyə ona qızıl top verdilər. Bax, mən də elə fikirləşirəm sözdən. Çünki Cannavaro ümumiyyətlə çox güclü zaşnik idi, amma top İtalyan zaşniklərin arasında rankingdə ən aşağıda o qalırdı. Məsəl üçün Nesta, Maldini deyək ki, var. Ondan sonra nə bilim Baresi var. Düz mənim bazen çox da xoşum gəlmir Milan əfsanəsi olsa da. Yəni bunların arasında demirəm, az zəif futbolçudur. Çox güclü müdafiəçi idi Cannavaro. Amma onların arasındakı ən zəif bən təbii dənə o idi. Yəni o məsəl üçün mənə görə Cannavaro, çünki mən Cannavaro'nun da oyunu görmüşəm. Mənə görə Cannavaro Chiellini'dən güclü müdafiəçi deyil. Mənə görə Cannavaro Bonucci'dən güclü müdafiəçi deyil. Chiellini'dən olar, amma Bonucci'dən. Mən inanmıram ki, Cannavaro ümumiyyətlə Barzagli'dən də güclü müdafiəçi. Yaxşı da sən də. Yox, brat. Mən görmüşəm. Real'da da görmüşəm Cannavaro'nun oyununu mən. Juventus'da da görmüşəm, Inter'də də görmüşəm. Bro, nə bilim. Inter'də zəif idi. Mənə çatmır da bura. Mənə çatmır da. O Juventus'da da müdafiəçi sonra aldılar, Calciopoli elədilər də. O da bilinmirdi necə oynayırdılar. O söhbət var. Am Zambrok da güclü idi məsələn, Kraya keçsə, İtaliyada. Və ona qayıdıram ki, yəni orada sən deyirsən ki, gol vurmasaydı, həm penalı gedib, qırmızı almasaydı belə və o səs vermədə belə, yəni məncə o səs vermə kim Cannavaro səs verirdi mən çatmır. Ya Totti ver, ya Buffona ver. Buffona ver də. Yəni elə Buffon finalda elə toplar çıxardırdı da, yəni o mörtvi brat. Amma çıxardırdı. Buffon almalı idi. Buffona qarşı çox haqsızlıq olur bu futbolda ümumiyyətlə. Çempionlar Liqasını utmadı. Kapitan olaraq danışır, qırmızı vərəqə verirlər yetimə. Ən yaxşı sevlər elə heç nə udmur. Keçən mövsüm yenə yeni il qabağı biz belə bir söhbət eləmişdik yadınızdasa. Mən ChatGPT-yə prompt vermişdim ki, hər komanda üçün qış transfer pəncərəsində transfer təklifləri ver. Bu mövsüm sonra da üçümüz otururduq. Yəni keçən bir il ərzində, ötən bir il ərzində ChatGPT o qədər pis vəziyyətə düşdü ki, bu mövsüm biz onu Gemini ilə edirik. Gemini çox qəşəng öz əsaslar verib. 10-12 dənə klub üçün verdim o promptu və indi klub deyəcəm. Əvvəlcə siz öz təkliflərinizi deyin. Ad olmasa olar bu mövqelərə transfer lazımdır. Sonra mən Gemini təkliflərini oxuyum. Birinci klub Qarabağ. 9 nömrə. Oncuqdur. Əsas məqsədi yoxsa nə prompt nə mən prompt nədir ki, qış transferində klubun büdcəsinə və oyununa uyğun 2 transfer eləmək şansı olsaydı kimləri və hansı mövqelərə transfer edərdi? Deməli belə, Kadin yerinə bir nəfərəm. Attacking midfielder bir nəfər, hücumçu bir nəfər. Hücumçu bir nəfər. Oyunçunu 3 nəfər. Yox, siz 3 nəfər deyil. Yox, niyə? Kadin yerinə attacking midfielder bir də hücumçu. Hə, 2 dənə. Bəli, 2 dənə. Deməli, kimləri təklif edir Gemini? Mən təklif etdiklərim Qarabağ olardı. Almazdan görə mən aşağı büdcəli adam. Gemini təklifi birinci növbədə dinamik və box to box oynaya bilən 1-8 nömrədir və var ağda, bizdə var ondan. Və təklifi çox maraqlıdır. Çaykur Rizespordan bir futbolçu təklif edir. Adı nədir? Soyadını səhv oxuya bilərəm. Baxın, üzrlü söz İbrahim Olavoyun. Olavoyun. Şəklini verəcəm burada.
Deyir ki 2025-in sonlarına doğru Marko Yankovic'in fiziki düşüşü və Andrade'nin ayrılığı sonrasında orta sahədə oyunun hər iki tərəfində də yüksək tempdə oynaya bilən bir futbolçunun əksikliyi var. 3-4-3 danışır. Ya deyir ki bu futbolçu profil olaraq və Qarabağın büdcəsinə olaraq, yəni birbaşa transfer olmasa da kiralıq şəkildə cəlb eləyə bilərlər. İkinci təklifi də modern bir oyun qura bilən stoperdir. Və belə əsaslandırır ki, deyir hazırki vəziyyətdə Medina'nın 32 yaşı var. Kağız üstündə. Hə, o da kağız üstündədir və fiziki olaraq çox yaxşıdır, önə sprint ata bilir, amma deyir topla rəftarı yaxşı deyil. Eyni şəkildə deyir Bəhlul və Emmayendir. Onun üçün onun təklifi Zeno Debats. Zeno Debast. Hə, Sportingdən kiralıq şəkildə deyir transfer edə bilər. zordur, əladır, razıyam. Hücumdan isə Geminə razıdır. Hücum var Qarabağda da. Yəqin ki razıdır. Deyib qol vururlar da. Və deyir əgər Zeno Debast olmasa alternativ kimi Ravil Tagir deyə bir futbolçunu təklif edir. Debas hücumçu deyildi. Zeno Debast center-back oyun Belçikalıdır. Mən dediyim Debas Hollandiyalıdır, o Wolfsburg-un hücumçusu idi. O başqa. Hə, o Debast idi. Bastos idi o belə. Bastos Lyon'da oynayırdı, Braziliyalı. Bastos. Bastos. Belə Zebast, Bastos. Belçika Holland tərsinə qeydə. Sən Zebastsan, mən Bastosdan belə. Vapşı Bastosdan. Başım Bastos burada. Müxadir belə kuday papalamış. Okey, izləyicilər də yazsın Qarabağa transfer təklifləri kimlər? Yankovic söhbətinə razıyam. Zor söhbət. Nəyə görə? Çünki indi həqiqətən Yankovic görür ki, yorulur. Çünki niyə görə yorulur? Çünki Yankovic yenə də Kadin rolunu da pakırvat eləməyə çalışır. Və bir də mən həmişə lojada söhbət edirəm. Yadındadsa biz danışırdıq ki, arxada topla düzgün pas ötürə bilən adam yoxdur. Yankovic hətta stoperin mövqeyinə çəkilir. Oradan pasa başlayır. Bu da o şəkildə ayağı top tuta bilən bir zaşnik təklif edib ki, orta sahədəki də o qədər leşi çıxmır. Hansı oyunuydu? Yankovic rəqib cərə meydançasının belə həndəvərində oyun qurmağa çalışırdı. Pas götürdü və ora. Bütün oyunlarda demək olar Yankovicə söhbət edib. İkinci komanda Bayern München. Allah heç nə. Center back. Bayern Münchenə də 2 nəfər təklif edib. Ortazaşdı. Birinci təklifi sizlə həm fikirdə o da William Saliba. Yüksək xətti müdafiə eləyə bilən bir zaşnik və belə əsaslandırıb. Deyir bu mövsüm bütün turnirlər daxil olmaqla Bayern Münchenin oyun qurma qapıdan arasındakı məsafə 95 metrdə ortalama. Orada qururlar. Öz qapısının 95 metr aralıqda deyir oyun qurur. Və o yüksək xəttdə oynaya bilən deyir sürətli və fizikal müdafiəçi lazımdır. Onun üçün William Saliba məsləhət görüb. Transfer edir. İkincisi də orta sahəyə modern Dinamo deyə özü belə bir şərh verib. Eduard Camavinga. Həm deyir ki, pres gücü var, həm də fizikası var. Mən heç vaxt Pavlovic Camavinga'yı dəyişmərəm. O Pavlovicin parası kimdir? Konrad Laimer kim oynayır? Ya Laimer ya Kimmich. Və sənə cavabı da var. Cemilay deyir Kimmich və Pavlovic oyun qurulmasında möhtəşəm işlər görsə də rəqiblərin sürətli əks hücumlarında, xüsusilə də open space-də onları durdura biləcək fiziki kapasitəyə və sürətə sahib deyil. Realda görürük ha. Valverde oynayamayınca Camavinga oynayır, Tchouaméni ilə büyüyədə. Tchouaméni vəbşə katastrofadır. Allah Golovin Tchouaméni haqqında çox big bir intervyu verib. Müəllim işte sən də. Deyib biz Monacoda olanda bunun dedik bunu Real almaq istəyir. Biz hamımız güldük. Məzələnlər səndən. Bu insan 10 metrəyə pas verə bilmirdi. Ona Real nədər 80 metrə top verdi. Biz hamımız şokdayıq burada. O topu qəbul edə bilmirdi deyir. Yəni qəbul edə prosta top səviyyədə də yoxdur. Yəni komandada ən zəif pas atan o idi. Ən zəif şey, bütün zəif atan o idi. O çirkli işlər, qara işlər görmək üçün dahadır. Məncə oyun qurulma tərsi yaram getdi də orada. Təzə Pogba kimi bir şey edirdilər də, tiraj edirdilər onu. Növbəti komanda Pogba dediyim Monaco dedik Fransadan. PSG. PSG-yə də 2 dənə... Dizli bir dənə 9 nömrə, bir də qapıcı. Yox. Qapıcı var da Safonov. O bilmirdi lan. Deməli, bir dənə mərkəz müdafiəçi, bir dənə də rotasiya üçün orta sahə. Mərkəz müdafiəçi? Hə. Marquinhos'la o... Marquinhos deyəcək ki, proqnoz verəm. Marquinhos qocalır deyə onlara yeni bir nəfəs lazımdır. William Pacho çox sürətlidir və Marquinhos stoper alaraq Pacho arxasında durub onu pakırvat edə bilər.
Düz dedim. Şap. Paço tərəfi yox, amma Marquinhos dağlıdır və alternativ olaraq Dayot Upamecano. Dayot Şanşul. Yəni Dayot gəlsə PSG Feylən 52-yə düşəcək bura. Real Madrid gedir deyirsən. Dayot Şanşul. İkinci Fransız müdafiəçi yoxdur bura. Komanda Dayot Şanşul da yoxdur da. Yox, müasir. Marquinhos var, get götürür Crystal Palace-dan. 3 dənə müdafiəçi var, 3-ü də Arsenalda oynayır bura. İki əsas star. Qeydi bilmirik də bura necə olacaq. Bilirik, qəşəngdir. İkinci rotasiya üçün təklif elədiyi orta saha futbolçusu Lilin futbolçusudur. Əyyub Boadi. Boadi, hə. Gedir indi o şey onsuz da. Fransa millisini seçmədi özdə. Nevisdən Vitinha yorulanda Fabrizio Luis deyirlər, tamamlaya bilmirdi orası. Növbəti komanda Napoli. Maraqlıdır görürsən. Napoliyə lazımdır center back dəqiq Rahmaninin yerinə. Çempionlar Liqasında oynaya bilən futbolçu lazımdır. Hə, Rahmaninin yerinə adam lazımdır. Yo oynasa da oynamasa biri Rahmanidir dəqiq. Rahmani, hə, Rahmani. Bəlkə qapıçı da olar. Milinkovic Savic. 6 dənə qol buraxanda ağzına gələnə buraxmışdı, o da ola bilər. Amma sonra şeylər save eləmişdi. Amma Cemil sizin kimi düşünmür. Napoli bir orta saha, bir də right wing back. Gemini də De Bruyne. Elə o əsaslandırıb. Doğrudan. Right wing back Di Lorenzo'nun yerinə. Di Lorenzo deyir 30 yaşlarının ortasına yaxınlaşır və stoper. Biraz belə götürür heç. Hə, statistikaya baxır. Qışda transferlər çox vaxtı sezon üçün transferlərdir. Bu gələcək üçün transferlər çox vaxtı şey olur da, yayda olur da, onu fikirləşir. Qışda bir sənə nədir? Qardaşım sən nə qarayırsan? İndi qış indi hə, sorry, hə. Qışda bax müvəqqəti problemləri həll etmək üçün. Pakrivat eləmək. Sizibili bağlamağa. Deməli transfer təklifləri nədir? Birincisi orta saha üçün Manchester United-dan Kobe Mainoo. Lobotkaya alternativ. Sonra Kunyanı, Mbema'nı hamısını alsın. Manchester United filialı eləsinlər də. Hamısı istəyirdi Mainoo. Mainoo zor olar hə. İkinci right wing back kimi də Thiago Santos'u Lille'dən. Thiago Santos Lille'də bu il oynamır demək olar ki. Lille yetim Lille bilinir. Yox, ya bu il o qırmızı nə idi adı? Üstü qırmızılıdır şeydi. Zədəli nə neçə oyundu. Thiago Santos oynamır heç normal. Növbəti komanda Atletico Madrid. Atletico Madrid 5 dənə transfer edir yayda. Heç nə lazım deyil. Yox, yayda yox, bu qış transferi. Yox, Atletico Madrid heç nə lazım deyil. Məncə də. Heç nə lazım deyil. Mırta bir də orta. Birinci yazdığı sözü bilirsiniz nədirsə? Diego Simeone'nin Atletico'dakı mövcud vəziyyətinə uyğun Atletico'ya kim transfer oluna bilər? Mən özüm bir qərarsızam. Görürsən, yox lazımdır da. Tutuzdurdum da. Sadəcə mən futbolu bilmirəm. Ən azı Gemini kimi bilirəm. Ya onu düz deyirlər amma ən azı da. Deməli 2 dənə bir müdafiəçi transfer eləyib Alessandro Bastoni'ni. Bastoni ya bu. O yox, öldürəcək onu bura. İkinci transferdə dinamik box to box Sporting'in Danimarkalı. Danimarkalı, hə. Onu da Juventus istəyir. Morten Hummland. Atası da trener də harası. Yox, yox. Siz narahat olmayın. Hummland'ı Juventus alıb mayasına qoyacaq. Heç nə. Yox, Bastoni də bura. Bastoni'nin yeri Real Madriddir başqa. 100%. Çünki ömür boyu Simeone də elə bir müdafiəçi olmayıb ki, oyun qursun. Qabağa yev qayıt. Yəni müdafiəçi playmaker olmur. Bastoni bir sənin Allegri üçün okeydir. Xabi Alonso üçün okeydir. Pep Guardiola üçün okeydir. Bir ara şey Stones'u işlədirdi. Pep Guardiola sonra atakucu playmaker idi. Amorim'in sisteminə belə yarayır. Ay sağ ol. Yəni nəsə şeydə girsin içəri. Şeydə bir Simeone köynə məktəbdir bura. 2 dənə stopper qoyur orada. Durun. Jimenez. Qabağa çıxan Jimenez belə neçə ildir oynayır. Sən növbəti komanda sənin ex aşkındır. Hə. Liverpool. Adadaşlara görə sıra var. Bir dənə Mark Gehini transfer eləyir. Konate'nin və Virgil van Dijk'ın bu mövsüm axsayan performansına görə. İkincisi də Muhammed Salah'ın mümkün mövsüm sonu gedişi üçün də Semenyo. Semenyo is good option. Semenyo mən çox sevirəm. Semenyo yenə ancaq özünə fokuslanıb oynayır futbolu. Bura Semenyo mən ümumiyyətlə səncədir. Bax, Elemental Liverpool-la oyunda dubl eləmişdi. Düzdür, orada qolu vurdu. Amma sənin qabağında bir dənə Van Dijk'dir və sənin 4 dənə option açılır və sən vurursan. Bu futbolçu, mən belə məşqçi olsam belə futbolçunu. Hə, o özü üçün oynayır ki, Bournemouthdan çıxsın, getsin. Bax, odur. Bax, söhbət ondan gedir. Bax, məsəl üçün, əgər biz transferdən danışırıqsa, yəni mənim ürəyim, mənim canım, mənim ciyərim, yəni Liverpool-a Jared Bowen lazımdır. Həmin mövqedə oynayır özdən. Həmin mövqedə Liverpool-a Jared Bowen lazımdır. Onu Klopp istəyirdi, Salaha zaman kimi. Bəli. Çünki Klopp hiss edirdi ki, Salah getməlidir. Klopp
O sezon dalaşırdılar onlar. Hətta Hələ o mövsüm istəyirdi. Şəkiri hələ Salahın zamanı olduğu vaxtlarda istəyirdi. Yox, burada konkret zamin Salahın zamini yox. Salahı yola salmaq. Ramon gəlsin. Prosta Salah Klopu yola saldı. Və o söhbət var. Liverpoola Jared Bowen lazımdır. Və Liverpoola 100% bu lazımdır və Liverpoola mən razıyam, bir dənə müdafiəçi lazımdır. Və mümkün qədər Frimpongu tük eləmək, normal müdafiəçi almaq. Okey. Liverpool azarkeşləri siz də yazın. Kimləri istəyirsiniz? Samir division eləyəcəyimiz. Inter. Inter çox qəribə komandadır, brat. İndiki Inter mən başa düşmürəm Inter nə oynayır. Amma Carlos Augusto'yu bir də alıblar da, nədən oynadı? Monaco. Yox, bu Interdə zamindən baxsaq adam var zamində. Prosta bilinmir də kimdir Yaxşı də. yatırımlar eləyib. Məncə əslində pis futbolçular transfer eləməyib ki bu. Amma onları necəsə mövcud düzənə inteqrasiya gələcək üçün deyir. Onlar gələcək üçün də mövcud düzənə inteqrasiya üçün vaxt lazımdır. Prosta mən ona görə mən bilmirəm də. Mən məsəlçi Interə orta sahəyə oyunçular lazımdır. Mıxtariyan, Çalxanoglu, onların yerinə 2 nəfər lazımdır. Biri Suçiçdi. Bir dənə Afratezi var da. Protezin deyirlər ki, yola salırlar da. Bilmirəm də indi kiməsə məsəlçi mən Interə kimi yaraşdırardım Interə. Mən Interə yaraşdırardım məsələn. Interə qapıçı lazımdır, Zommer gedir. Qapıçı öz yerində. Məncə İtalyan qapıçı tapmaq nə var? Qapıçı tapmaq kim İtalyan klublar tembol tapırlar ya qapıçı. Qapıçıdan çox qapıçı. Sən tutduğumuz gündədir. Vicario gəl. Yox, Empoli-də Caprilli vardı. Empoli Cagliari Caprilli ala. Və Nico Paz. Oyda, onu vermədilər. Ya getdi axı. Məsələn də misal üçün biz fərziyə danışırıq da burada. Interə Nico Paz əla yer oturar. Bir də misal üçün Interə çox bomba, Liverpool belə davam eləsə, Interə çox bomba McAllister yaraşar. Bizdə İtaliyada Argentinalılar vibe var. Əyni nədir də burada? Dadaş bağışda. Deməli, bu necə əsaslandırıb Inter elədiyi transferlər? Deyir ki, Interin deyir orta sahəsinin qocaldığı başa düşüləndir. Onsuz bəlli məsələdir. Inter deyir ötən yay transfer pəncərəsində orta sahəsi üçün uzun müddətli perspektivə yatırım eləyib. Amma Inter deyir orta sahəsi çox statikdir. Onlar müdafiə xətti ilə oyun qururlar və sürətli cinahlarla oyun genişləndirirlər. Deyir Acerbi və De Vray'ın qocaldığını nəzərə alaraq Atalantadan Scalvini injury prone. Scalvini neçə il istəyirlər? Müdafiəyə transfer və Dumfries'in uzun müddətli zədələnməsi və onun alternativi zamini olan Darmian 36 yaşı olduğu səbəbilə də sağ wingback-ə də yenə Thiago Silva'nı Lille'dən Thiago Santos'u Lille'dən transferi təklif edib. Scalvini zədələnir. Scalvini yox, çoxdan Alessandro Buongiorno. Buongiorno olaraq xəstədə. Bu Lille'in futbolçunun yaman tərəfi. Thiago çox zor oyunçudur. Zədələnib də prosta. Keçən il yanında ChatGPT diriyirdi bütün komandalar. Jonathan David'i diriyirdi, axırda Juventus aldı. Juventus'a keçək elə, Juventus demişkən. Juventus'a bir dənə müdafiəçi transfer təklif edib. Çox maraqlıdır. Lloyd Kelly-dən Bremer'in yerinə adam lazım 2 nəfər. Deyəcək Tomori. Yoxdur Tomori. Bir müdafiəçidir, bir regista deyə bilər, ön libero transfer edib. Siz kimlər transfer edirsiniz? Eyni. Hər şey var onlarda. Müdafiəçi üçün təklifi Ricardo Calafiori'dir. Ricardo Calafiori, okey. Həm deyir, sol stoper oynayır, həm belə, bek oynaya bilər. Ricardo Calafiori bomba transferdə, zor transferdə Calafiori. Orta sahə ön libero olaraq da Morten Humland. Dedim də sən Juventus zat istəyirlər. Keçək Milana. Deyim. Milana dedi. 9 bir center back. Right wing də ola bilər. Doğrudur. İkisini də mövqe olaraq düz tapdın. Alternativləri belədir. Qış transfer pəncərəsi olduğu üçün və Milanın mövcud maliyyə gücünə əsasən Füllkrug'u West Ham'dan kiralayırıq. Götürdük, axşam Milandadır. Joao Gomez də Liverpooldan. Joao Gomez'i yayda Joao Gomez nedir? Mən oxudum. Bilsən niyə yaralanmadılar? Onu gehi gəlmədi şeyə, nə bu da Milana gəldi, qaldı ortada. Çünki deyir ki 31 avqust üçlü müdafiə xəttində həm sürəti, həm də sağ-sol fərq eləmədi. Allegri özü istəyib ki, bək qaça bilən mənə center back gətir, getdi. Keçək La Ligaya yenidən. Barselonaya. Barselonaya bir mərkəz müdafiəçi, bir də hücumçu, bir də orta sahə təklif edib. Var da bir var yox, adam var. Mark Casadan tutmuş kimi deməli, mərkəz müdafiəçisi kimi Borussia Dortmunddan Schlottenberg. Bu söhbətdə çox gəzirsiniz. Yaxşıdır brat. Ayağı var, qəşəng ayağı. Yarım müdafiə xətti üçün də Arsenaldan Martin Zubimendi. O Zanitdir. Hara? Barselonaya. Yox, hara? Deyir məsəl üçün Frenkie de Jong stabil deyil. Casado okey, yaxşıdır, amma
Zubimendi stabildir bura. Yo, deyir, Çempionlar Liqası üçün bir köynək daha yaxşı lazımdır Kasado'dan falan. Zubimendi bir dənə bomba şey var, bir dənə priviçkası var. Bilmirəm o gözləri yoxdur burada. Yəni nədir? Topu götürür mərkəzdən qaçır qapı tərəfə. Özü biri var sən belə qaçasan ki, pas verə biləsən kiməsə. O çox непонятно bir dənə trayektoriya ilə qaçır. Elə bir yarı vertikal, yarı horizontal. Özünü salır küncə. Orada ya fintdən çıxmalısan, ya topu itirməlisən. O da topu itirir də. Hər dəfə topu itirir o. PlayStation joysticklərində olur deyə birdən düymə içində qalırdı. Bu tərəfə dartsan o tərəfə. Analogla oynamır da burada. Ancaq knopka ilə oynayır. Ya qabağa getmir ya sola. Bura çalışır ki belə eləsin. Alınmır, izonos gedir də o belə. Drift elə bilmir də bura. Okay. Hücumçu dedin ki, mövcud hücumçu bura Barcelona Julian Alvarez və yalnız Julian. Hazırki maliyyə vəziyyətinə baxanda ala bilməzlər. Getsin alümini satsın, getsin nə bilim. Travis Scottla bağladı, indi getsin Kendricklə Lamarla kontrakt bağlasınlar. Nə hiss eləsinlər? Spotify-dakı mahnılar versin. Spotify-ı satsınlar, iTunes alsınlar. Nə bilim, nə istəsə Julian Alvarez gəlməlidir bura. Çünki Julian Alvarez bu üçlüyü bağlamalıdır. Arenda göstər 5 ilə pulun verərlər. Yəni Liboy 9 nömrədə, Liboy 9 nömrə o üçlüydə batacaq. Amma o ikilidə də Rafinha ilə Yamal. Amma orada Julian Alvarez olsa false nine şey girir. Fermin Torres buradan, Fermin Lopez buradan girir, Pedri buradan girsin. Yəni çox əla olar. Okay, onda keçək Real Madriddə. Real Madriddə bir mərkəz müdafiəçi. Center-back dəqiqdir. Bəli. Bastoni. Bir də 10 nömrə transfer edib. Deməli, müdafiəçi olaraq Tottenham'dan Vicky Van de Ven. Vicky Van de Ven çox güclü dostumdur. O big dog. Deyir ki, arada quşlayır. Mövcud transfer bazarına baxsaq və qış olduğu üçün və Real Madridin qışda transferə böyük pullar xərcləmədiyini nəzərə alaraq mümkün olan ən yaxşı müdafiəçi transferi Real olar Vicky Van de Ven. 200 milyon verməlidirlər. Çünki Frankda zaten də indi Frank günahkar Frank deyil, günahkar Tottenham özlüyü Romero'nu kapitan qoydular. Romero'dan sonra Van de Ven də kapitandır. Məzələnmə. Van de Ven də kapitan və Romero kapitan deyil də, yəni bir insan yəni özünün Ramos oxşadı, nəyə oxşadı, özünü idarə edə bilmir, komandanı idarə edə bilər o. Yəni o söhbət deyil. Və Van de Ven'i, yəni ümumiyyətlə bütün müdafiəni mən belə baxıram ki, hər şey Van de Ven'in üzərində qurulub. Frankda. Və Van de Ven'i vermək üçün Real 200 milyon verməlidir. Yəni ən azı. Yəni Levit buraxmayacaq onu da, yəni. Sizcə ofansif orta sahədə, yəni 10 nömrə kimi təklif edib? Nikopaz. Get qaytara bura. 10 nömrə kimi Musiala. Wirtz. Xabi Alonso sistemində oynayır. Sırf Xabi Alonso gəlirdi. Bəlkə var da burada Bellingham var. Bellingham Wirtz'in fakt 10 Arda Gülərlə okeydir, amma Bellingham deyil də şeyin. Fakt 10 nömrə oynayır da burada. Vinicius qaçana qədər Wirtz özünü çatdırmayacaq ora. Mən sən burada. Manchester United 2 dənə transfer təklifi var. Biri center back. Registrada, bir də center backdir. Hamıda center back var. Center back müasir futbolda fikir versən bütün center back eyni şeydə təklif eləyir. Yox, burada biraz fərqlidir. Çünki müasir futbolda center back ümumiyyətlə yoxdur. Mövqe olaraq bayaqki alternativlərin aşağı eyni profildir. Mərkəz müdafiəçi kimi Gonçalo Inacio təklif eləyir. O, Sportingdəki. Bir yerdə oynayıblar da. Hadi sırf belə də biraz burada. Yox, mən bilsən necə başa düşdümsə bu. O Gonçalo Inacio üçlünün solunda oynamırdı. Üçlünün də solunda. İkilinin də solunda oynadı. O misal üçün indi Bruno Fernandes'in oynadığı mövqeydəki futbolçu daha çox önə gedir. Üçlü müdafiəçinin biri o dayağı tamamlayır. Bu ikili elə bir şey oynayırdı. Səhv xatırlamırsınız Sporting. Gonçalo Inacio orada Bruno'nun pakravat eləsin bilmirəm bəlkə də yanlış ola bilər. Bir də Regista kimdə Ruben Neves'i qışda deyir mümkün ola biləcək. Onun o xəbər var idi. Büdcələrinə ən uyğun transferdə odur. Ruben Neves formalı intervyu burada. Keçək sonuncu oyunumuza. Deməli nə oynayırıq? Mən tutaq ki deyirəm Mahir Emreli. Samir Abratlı Mahirin oynadığı bir dənə klubun adını çəkir. Mən də oradan adam deməliyəm. Sən də həmin klubdan adam deməlisən. Fırlanırıq belə. Okay, good. Let's go. Yəni harda qırıldı. Axıra kimi Dadiba gedən qalibdir. Okay. Mənlə başlayaq. Yəni kiçik mən olduğum üçün. Olsun mən 2 dəqiqə paket eləyəsiniz bunu. Wayne Rooney. Belə Everton. Ev adam deyim ki şey olsun da. Tez çıxsın da. Tez geçsin. Cındınız adam mən. Michael Keane. Manchester United. Dilindəki bilməz. Manchester United. Kimi deyim belə maraqlı. Dorgu. Lecce. Bayaqdan haqqında danışaq. Murillo. Nottingham Forest. Okay. Igor Thiago.
Oy bula. Hardan gəlib tap. Çünki sən onu tapsan mən öbürsünü deyəməyəcəm. Igor Thiago bula. Braziliyadan gəlib 100% da. Yox. Brazilya gəlməyib. Mən o birisi. Amma Brazilya oynayıb da oyunda. Ya da West Ham'da oynayan Igor'u bilirəm hardan gəlib. Sən 10 saniyə fikirsən tapacaqsan hardan gəlib. Ha mənim cavabım var ona. Din. Onsuz 2 yalan 2 nəfər qalmışıq da. Igor Thiago. Məncə yəni bunun qalibini sən elan eləyək. Bax Igor Thiago gəlib Brüjdən. Sən bacarmadın yəni. Müəllim. Brüjdən gəlib, Brüjdən. Boş ver onu. Tapmazdım mən. Gəl Ələkbərlə oynadığımızı şey versiyasını oynayaq. Siz ikiniz yarışırsınız. Nədir? 5 vaxt verirəm. Hərəniz bir hərf deyirsiniz. D dedim, B dedin. David Beckham. Okay. No, davay. 3 2 1. C. Hə? C, Da. C də mən dedim. Sən də C, sən də J-dir. Curtis Jones. Curtis Jones. Okay. 1-0 Ziyad müəllim qabaqdadır. 3 2 1. Ne? Beş saniyə doldu. Ay belə aynə var dedi. Aynen ne var? Aaron Ramsey. Aaron Ramsey'də. Bas geçsindən. Onsuz da baş çıxmır. Amma keçən dəfə elə klub var deyil, bilmirəm amma bəlkə də Pibiyur da elə klub vardı. 3 2 1. O. P. P. Pedro Orozco. Var elə oyunçu. Bolivya. Yok la. Pedro Şey Orozco. Pedro yok. Bu çocuğu koydu böyle. Öyle şey var. Pedro Orozco. Yo, o deyil. Hə. Yoxdur elə futbolçu. Yoxdur. Məncə Var idi. bir dənə bir şey. Mən Oliveira demişdim Milana Pedro keçmişdi. Oliveira. Pedro. O Ricardo Pedro. Oliveira. Ricardo Oliveira prosta. Pedro Orozco'dur. Yoxdur, səhv demisən də sayılmır. Neyindir o? Şey, Yaxşı. dəqiq. Yo yo o da futbolçu deyil o. Ha. Yaxşı, boş ver. Keçdi. Karteldə Bir işləyir. dənə də 3. Onun sən deyil Narkosdan yaddasan. Narkosdan yadında saxlamısan. Buradan bura aramızda 2 metr məsafə yoxdur. Ziyad soxur Mən bizə. onu tapıb sizə göndərəcəm. 3 2 1. R. R. Hə. Mən də W deyim. Ha. Yan right. Ayət oyun. Nədir? Wayne Rooney. Oy bula qəşəng. 2-0 zor. 2-0. 3 2 1. S. C. Nə? S, sən də C. C. Cristiano Solskjaer. Soxuram da belə də. S. Carlos Salcedo. 5 saniyəmiz Nə doldu. keçdi? Carlos Salcedo. Yox 5 saniyəmiz dolmuş. 3 2 Yəni Carlos Salcedo yoxsa ikisi də C ilə başlayır. Əgər biz belə Doğrudan. gedirsə. Hə. 3 2 1. A. M. Am. 5 saniyəmiz doldu. Bir sən çox az. Anı da biz bilsən kimi ya. Alessandro Nesta bura. Alessandro. Let's. Yox yox dəyişə bilərsiniz. O da fikirlər Qabeyin birinci nömrəsi. 3 2 1. B. Z. B. Bobby Zamora. Bobby Zamora qəşəng. 2 1. Aha fərq azalır. 3 2 1. L. T. William Thuram. Mən birinci dedim. Yox yox Ziyad. Katoni dedim sırası. Ziyad dedi. Haftada baxarsan. Luka William Toni. Thuram. Luka William Toni. Thuram. Luka William Toni. Thuram. 3 2 1. A. Z. Antonio Conte. 3 2 3 2 1. F. V. Ubya F V. Fabio Vieira. Var. Arsenal'da oynuyor. Arsenal'da oynuyor. Düzdür. Federico Valverde. Ay bilə. hə. Uşaq yox deyil. 4-2. 4 2. 3 2 1. G. S. Hə? S. Sən G dedin. Hə. Kike Setien. Futbolçu olub o. Yox, sən G dedin bura. G da G. Kike yazılır da. Quike G ilə. Öyle şey var G Kike yazılır. Kike Setien necə yazılır? Kike. Yox. Quike. O Kike sesin məşqçi olur. Bildiyimdə bir gör oynayıb bəlkə. Bastım da getdi. Şu anda eski profesyonel futbolcu Aa, ve harda oynuyor bu? orta saha futbolcusu. Üst düzey kariyeri Atletico Madrid. Levante. Mən dediyim kimi. Ama o Kike değil, o Enrique'dir. Kike onun kritikasıdır. Kike Setien deyir. Yox, kritikasıdır. Sən kritikanı Onda deyirsən. Cesc Fabregas olmalıdır, Francesc Fabregas olmalıdır. Ya da onda Isco'da Francisco Yaxşı. olmalıdır. Come on. Öpəcəyəm. Siz mənə o Tebrik ederim. Luka Toni də mənə sındırdınız biraz. Otobüden bağlanış edeyim. Bu galip atmışım. Yayıldı risk. Mux həkim atmalıydı mən bir dəqiqə. Var ama. Nəysə, bu həftəlik də bu qədər əziz izləyicilər. Növbəti həftədə bayram buraxılışı ilə qarşınızda olacağıq. Bu verilişi də
yekunlaşdıraq. Elçin Şaxtabov papağında gələcək. Adın sadalım klublara siz kimləri transfer edərsiniz falan. Yəni orada güman ki, azarkeş olduğunuz klublar var. Kimi öz klubunuzu transfer eləsə istəyirsiniz? Siz vara baxın, kim orada tez deyir. Mənə o çox maraqlıdır. Bu ümumiyyətlə Samirin şeydir, xarakteri ki, məğlubiyyəti heç cür götürə bilmir. Cırnıya sıracı. 2 həftədə əlinə fağır bir yaşlı ağsaqqal keçib şapatlayır. İndi öz pokoleniyası bir cavan şux rəqib gəlib. Period brat. Öpürəm, bağrıma basıram hər birinizi. Dediyim kimi növbəti həftə bayram buraxılışında görüşərik. Bu videonu da bəyənin, paylaşın, komment yazın çoxlu. Görüşənədək.